Sumqayıt Dövlət Universitetinin Dil və Ədəbiyyat Kafedrasının baş müəllimi Əliyev Elşad Talihoğlu. Bugünkü mövzumuz mətn strukturu. Gəlin mətn strukturu ilə mövzumuzla tanış olaq. Bildiyimiz kimi Azərbaycan dilində mətnin 3 əsas strukturu var: giriş, əsas və nəticə hissə. Və hər bir hissənin özlüyündə özünə məxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlər hansılardır? Bunları biz nə üçün bilməliyik? Əvvəla onu qeyd edək ki, həm müəllimlərin işə qəbul imtahanında, həm deməli buraxılış imtahanında şagirdlər, tələbələr, müdavimlər bu tipli mətn strukturları ilə tanış olurlar. Gəlin həmin strukturları bir-bir izah edək. Birinci gəlir mətnin giriş hissəsi. Bildiyimiz kimi burada ümumi müddəalar, ümumiləşmiş fikirlər verilir. Daha çox tezisin müddəa xarakterli cümlələri, ilkin tanışlıq, İlkin anlayışlar, əsas anlayışlar, hansı ki, nədən danışacaq, diqqəti cəlb eləmək, məzmunu haqqında ümumi fikir söyləmək. Yəni, bir çox açar nüanslarla oxucunu özünə cəlb edir ki, konkret olaraq hansı mövzudan danışacaq. Daha sonra giriş hissəsində verilmiş ümumi fikirlər sübuta ehtiyacı olur və bu sübutları biz əsas hissədəki cümlələrlə çatdırırıq. Gəlin görək, əsas hissədə nədir? Əsas hissə giriş hissədəki fikirlərin sübutu üçün fəaliyyətlərdir. Əsas faktların fərqli müddəalarla izahıdır. Hər abzasda fərqli müddəa və sübut olur. Deməli, bu bir neçə versiyada baş verə bilər. Bildiyimiz kimi fakt, arqument və onun sübutu əsasında bizə çatdırıla bilir. Verilmiş faktlar, mülahizələr, fikirlər hər abzasda fərqli düşüncə ilə bizə təqdim ola bilər. Ola bilər ki, bir fikrin bir abzasda müsbət tərəfi, digərində mənfi tərəfi söylənilsin. Ola bilər ki, əsas hissənin bir abzasında müsbət tərəfinin bir tərəfi, digər abzasda başqa tərəfindən bizə təqdim edə bilər. İndi isə gəlin məsələnin daha digər mərhələsinə keçək. Bu isə gəlir bizim nəticə hissəsi. Nəticə hissəsi təqdim etmənin 3 əsas forması ilə gəlin tanış olaq. Birinci forma parafraz etməkdir. Parafraz etmək nədir? Deməli, parafrazın əsas xüsusiyyəti odur ki, əsas hissədə verilmiş fikirlərin ümumiləşmiş formada öz sözlərinə çevrilmiş şəkildə təqdim etmə formasıdır. Məsələn, birində deyirsə ki, Azərbaycanda balıqçılıq, üzümçülük, qoyunçuluq, maldarlıq və s. inkişaf edib. Bir də var deyirsən ki, Azərbaycanda kənd təsərrüfatı inkişaf edib. Yəni, bunu bir başqa formada təqdim edilmə formasıdır. Daha sonra əsas hissədəki fikirlərin qiymətləndirmək. Bu isə hər abzasda söylənmiş fikirlərin doğru və yanlış olmasını ümumiləşmiş adlandırma ilə bizə təqdim edilməsidir. Nəhayət, ümumiləşmiş fikirlər, deməli, verilmiş abzaslardakı ümumi fikirlərin daha doğrusu ümumiləşdirilməsidir. Məsələn, 10 cümləlik bir abzası, məsələn, biz bir cümləyə salırıq. Buna deyirik, biz ümumiləşdirmə qabiliyyəti. Əgər rəy verəcəksə qiymətləndirmə, öz sözlərimizə çevirib kiçiləcək isə buna deyəcək parafraz etmək. Deməli, nəticə 3 forma ilə təqdim edildi. Ənəyə sadiq qalaraq növbəti fəaliyyətimiz isə mətnlə bağlı bir neçə test sualının izahıdır. Gəlin, indi mətnimizlə tanış olaq. Mətnimiz. Əvvəla onu qeyd edək ki, mətnimiz 5 sualdan ibarətdir və hər sual bu mətn üzərində olacaq. Ona görə mətnə diqqət edək. İsa bulağı Azərbaycanın Qarabağ bölgəsində Şuşa şəhərində yerləşən tarixi və təbii abidədir. Bu bulaq əsrlərdir ki, yerli əhali və ziyarətçilər üçün həm içməli su mənsəbi, həm də mədəni irs nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Şuşa şəhərinin qurucusu Pənahəli xanın dövründə bulağın ətrafı yaxşı olmadığı üçün müasir texnologiyalarla abadlaşdırılmışdır. Bu da mühüm rol oynamışdır şəhərin su təchizatında. İnsanların bir çox problemi həll olmuşdur. Bəzi inanclara görə bulağın adı qədim dini əfsanələrlə bağlıdır və burada suyun şəfa gətirdiyi söylənilir. Ancaq bəzilərinin fikrinə görə bu ad buranı tapmış İsa adlı əkinçinin adı ilə bağlıdır. Coğrafi baxımdan bulaq təmiz və soyuq suyuna görə məşhurdur. Geologların fikrincə, onun mənbəyi dağlıq ərazilərdəki yeraltı sulara bağlıdır. Eyni zamanda bu məkan Qarabağ müharibələri zamanı da erməni vandalizminin qurbanı olub. Tarixi əhəmiyyət kəsb edən quruluşu dağıdılmışdır. Hazırda bulağın bərpası və klassik tərzin qorunması xüsusi diqqət mərkəzindədir. Şuşanın azad edilməsindən sonra İsa bulağı həm milli irs, həm də turizm obyektləri arasında mühüm yer tutur. Lakin məsuliyyətsiz turistlərin artması və atılan zibillər
bulağın təbii mühitinə zərər vurmaqdadır. Bu səbəbdən ekoloji və tarixi dəyəri qorumaq üçün ciddi tədbirlər görülür. İndi isə gəlin mətn sualları ilə tanış olaq. Mətnimizin birinci sualı belədir. Mətn əsasında uyğun fikirləri müəyyən edin. Gəlin indi verilmiş fikirlərə diqqət yetirək. Və xüsusi olaraq qeyd etmək istəyirəm ki, burada biz mətnin verilmiş fikirlərin qarşısındakı mühakimələrə də diqqət yetirməliyik. Fikir versə burada fakt, ehtimal, doğru, yanlış, mətndə belə bir informasiya yoxdur. Yazıb ki, birincidə faktda 2 fərqli dövrdə buraq təmir olunub. Gəlin fikir verək. Burada deyir ki, Şuşa şəhəri qurusu Pənah bulağın ətrafı yaxşı olmaq üçün müasir texnologiyalarla abadlaşdırılmışdır. Birinci fəaliyyət. İkinci fəaliyyətə gəlirik ki, müstəqillik tarixi əməyi hazırda dağıdılmışdır. Bərpası və klassik qoruması diqqət mərkəzindədir. Və baxın, burada isə müstəqillik dövrümüzdə, müasir dövrdə deməli, təmir olunur. Bu isə fakt. Deməli, hər iki fikir olduğuna görə birinci fikri biz doğru fikir kimi götürürük. Azərbaycan dövlətinin rəhbər heyəti bulağı ziyarət ediblər. Baxın, gəlin indi bu cümləyə fikir verək. Hazırda bulağın bərpası yenə həmin cümləyə qaydırıq. Deməli, Şuşanın azad edilməsindən sonra İsa bulağı həm milli irs, həm də turizm obyekti mühüm yer tutur. Və burada bax bu cümləyə əsasən hansı ki biz bunu ehtimal edirik ki, burada əgər onun qorunması üçün diqqət mərkəzinə salınıbsa, deməli, rəhbər heyətlər həmin əraziyə gedirlər. Diqqət mərkəzində olmasının 50-50-yə ehtimaldır. Ona görə biz ikini də doğru götürürük. Gəlirik 3-ə. Avangard üslubu ilə seçilir. Yazılıb burada doğrudur. Biz fikir versək, burada avangard üslubu ilə seçilməyə biz bunu demirik. Ona görə bu üçüncü fikrimiz oldu bizim səhv fikir. Qabağına çünki doğru yazılıb. Üçüncü fikir olanlar səhv getdi. B bəndi, D bəndi cavab olanmaz. Biri seçdiyimizə görə C bəndi, Y bəndi olanmaz. Cavab qalır A variantı. Mətn hazırlanarkən ən azı 2 peşə sahibinin fikir və əməllərindən bəhrələnilib. Burada isə yanlış fikir yazılır, səhvdir. Çünki doğru fikirdir. Bax, fikir versəz burada deməli, həm tarixi informasiya ilə bağlı məlumatlar əldə olunub, eyni zamanda memarlıq sahəsi ilə bağlı məlumat əldə olunub, sonra burada fikir versək, ekoloqların fikirləri nəzərə alınıb. Yəni, deməli, bir neçə peşə sahibinin fikirləri nəzərə alınıb. Ona görə qarşısında yanlış fikir yazılan görə 4-ü götürmürük. Xurşudbanu Natəvan bu işi uğurla davam etdirərək Şuşaya şirin su çəkdirir. Mətndə belə bir informasiya yoxdur. Deməli, bildiyimiz kimi bu informasiya mətndə yoxdur. Kiminsə başqa adamın Şuşaya su çəkdirməsi ilə bağlı deməli, yenə informasiya olmadığı üçün və biz bu qənaətə gəlirik ki, mətndə belə bir informasiya yoxdur cümləsi bu mətn üçün doğrudur. Deməli, birinin sualının cavabı A variantı. İndi isə keçəcəyik növbəti mətnimizə və bu mətn sualımız yenə həmin bu mətn üzərindən həyata keçiriləcək. İndi isə gəlin keçək həmin mətnə. Mətndə səhv nəticə qabiliyyətlərini yoxlayan bir sual tipidir. Bu, həyati kompetensiyalar üçün hər bir öyrənci üçün vacibdir. Həm yoxlamaq üçün nəzərdə tutulsa da, həm də öyrətmə məqsədi daşıyır. Gəlin suala baxaq. Bulaq mədəni irs nümunəsi dövlət üçün əhəmiyyətlidir. Fikir versəz, birincisi mədəni irs nümunəsi kimi vurğulanır və dövlət onun qorunması üçün müəyyən çabalar sərf edir. Ona görə bir doğru. Bulağın ərazisi səliqəsiz nizama salınır. Səliqəsiz olmasaydı onun qorunması, müəyyən zibillərdən təmin və s. üçün fəaliyyət planları, hazır tədbirlər görülərdi, yox. Deməli, 2 də doğrudur. Bulaq bərpa edilir, Şuşa əhalisinin bəzi problemləri həll olunur. Bəli, deyir ki, bir çox problemlər həll olunur. Birinci abzasdakı bu cümlə ilə biz bunu iddia edə bilirik. Təbiətə zərər dəyir, bulağın ətrafına zibil atılır. Burada əksinə, bulağın ətrafına zibil atılır, nəticədə təbiətə zərər dəyir. Burada səbəb nəticənin uyğunluq prinsipi pozulur, ardıcıllığı pozulur. Ona görə 4 uyğunsuz səbəb nəticədir. Bulağın suyu soyuqdur, mənbəyi yeraltı sularla bağlıdır. Burada yenə eyni prinsipdir. Mənbəyi yeraltı sularla bağlı olduğu üçün bulağın suyu soyuqdur. Yenə burada səbəb nəticənin ardıcıllıq prinsipi pozulduğu üçün 4-lə 5 cavabdır. Deməli, ikinci sual cavab C variantı. Keçək üçüncü suala. Fikir versək, üçüncü sualın prinsipi də eyni yanaşmadır və burada da deməli, həmin 5 suallıq mətnin üçüncü sualıdır. Mətn haqqında hansı fikirlər doğrudur? Kütləvilik mətnin üslubunun əsas tələblərindəndir. Bildiyimiz kimi, müəyyən informasiya səciyyəsi daşıyan, informasiya ötürən, ümumi məlumat verən cümlələr kütləvi üslub sayılır. Yəni, publisistik üslubun əlamətlərdir. Ona görə bir doğrudur. Dil vasitələrindən fərdi şəkildə istifadə əsasında meydana gəlmişdir.
Funksional üslublar sisteminə daxil olan mətnlər deməli fərdi yox, ümumi şəkildə dil vasitələrindən istifadə olunmaqlandır. Ona görə 2 səhv fikirdir. B bəndi, Y bəndi cavab ola bilməz. Həm elmi əsası olan, həm də elmi əsası olmayan informasiyalar verilmişdir. Üst doğrudur. Fikir versəz ki, birincidə vurğulanır ki, Pənahəli xanın dövründə bununla bağlı məlumat verilir və yaxud da ki, onun coğrafiya ilə elm adamlarının yanaşmaları, məsələn, deyək ki, burada ekologların yanaşmaları, tarixçilərin yanaşmaları, bu elmi əsası olan informasiyadır. Bir də deyir ki, bəzi inanclara görə bulağın adı qədim dini əfsanələrlə bağlı və burada suyun şəfa gətirdiyi söylənilir. Ancaq bəzilərinin fikrinə görə bu ad buranı tanımış İsa adlı əkinçinin adı ilə bağlıdır. İsa adlı əkinçinin adını bağlamaq elmi əsası olmayan bir informasiyadır. Ona görə 3 də doğru fikirdir. 4-də deyir ki, ikinci abzasda orfoqrafik normanın pozulma halı var. İkinci abzas, məsələn, deyək ki, coğrafi baxımdan bulaq təmiz və soyuq suyuna görə məşhurdur. Biz bilirik ki, adlara artırılan şəxs xəbəri şəkilcisi dır, durdur, du kimi yazıla bilməz, tələffüz edilə bilər. Ona görə 4 doğru fikirdir. 5-də deyir ki, nəsrlə yazıldığı üçün inversiya nümunəsi yoxdur. Və biz bu nümunəyə fikir versək, burada bir neçə məqamda həmin bu deməli, nəsr nümunəsini biz görə bilərik. Məsələn, gəlin cümləmizə, mətnimizə diqqət yetirək. Deməli, Şuşa həm içməli su həm də mədəni irsinin böyük əhəmiyyət daşıyır. Şuşa şəhərinin qurucusu Pənahəli xanın dövründə bulağın ətrafı yaxşı olmadığı üçün müasir texnologiyalar abadlaşdırılmışdır. Bu da mühüm rol oynamışdır şəhərin su təchizatı. Bax, məsələn, bax ki, verin, bu xəbər keçib hara? Şəhərin nədə? Tamlıqdan əvvələ. Deməli, burada inversiya var. Amma bu nə demişdi? Nəsrlə yazıldığı üçün inversiya nümunəsi yoxdur. Bildiyimiz kimi inversiya elə bir dil faktıdır ki, həm nəzm nümunəsində, həm də nəsr nümunəsində istifadə oluna bilər. İndi gəlin keçək 4-cü suala. Deməli, 4-cü sualın yanaşması. 4-cü sual yenə həmin eyni mətn üzərindən hazırlanmış sual tipidir. Burada mətn haqqında söylənilən mühakimə sualıdır. Bulağın adı haqqında bir mənalı fikir var. Bəli, söyləmək olmaz. Niyə? Bayaqlar qeyd edildiyimiz kimi inanclarla bağlı yanaşma var. Burada bulağın şəfa gətirməsi məsələsi, İsa adlı əkinçi ilə, yəni müxtəlif fikir var. Bir mənalı fikir odur ki, yəni hamı ortaq qərara gəlir ki, fikir bu fikir olsun. Amma burada ortaq, vahid qərar yoxdur. Bulağın tərkibinin özəlliyinin səbəbi mətndə aydınlaşdırılır. Bu məsələni biz mətndə söyləmək olar. Çünki o suyunun dərinlikdən gəlməsi, soyuq olması və s. məsələlər mətndə toxunulan məqamlardır ki, bu nə ilə bağlılıqdır. Məsələn, deməli, bulağın tərkibinin özəlliyinin səbəbi. Bax, fikir verək, deməli, ziyarətçilər üçün həm içməli su mənsəb, mədəni irsimiyyəsi kimi əhəmiyyət daşıyır, təbii abidədir. Qurucu su təchizatında bir çox problemi həll edib, bulağın qədim dini əfsanələrlə bağlı, suyun şəfa gətirməsi ilə bağlı məsələ var. Sonra, coğrafiya baxın, bulaq təmiz və soyuq suyuna görə məşhurdur. Onun mənbəyi dağlıq yeraltı sularla bağlıdır. Deməli, suyun, burada bizə nə dedi? Dedi ki, bulağın tərkibinin özəlliyin səbəbi mətnində aydınlaşdırır. İkinci ablasının ilk cümləsinə baxın. Coğrafi baxımdan bulaq təmiz və soyuq suyuna görə məşhurdur. Geoloqların fikrincə, onun mənbəyi dağlıq ərazilərdəki yeraltı sularla bağlı. Təmizlik və soyuqluğun səbəbi artıq aydınlaşdırıldı. 2 uyğun fikirdir. Bizə nə soruşmuşdu? Söyləmək olmaz. Ona görə biz D variantın, B variantı cavab variantı kimi götürmürük. 3-ə baxırıq. Bulaq xalqın həyatında yalnız məişətə xidmət edir fikri səhvdir. 3 də deməli doğru fikirdir. Niyə görə? Deyir ki, bu da şəhərin su təchizatına mühüm rol oynayır. Bir çox problemlərini həll edir. Həm də şəfa gətirməsi məsələsini vurğulanır. Deməli, təkcə məişət məsələsi yox, həm də onun şəfa gətirmə məsələsi var. Ona görə, yəni, bu biraz daha irəli gedir. Və eyni zamanda onun tarixi əhəmiyyəti olmasına görə, deməli, məişətlikdən artıq çıxır. Xidmət edir fikri səhvdir, bəli. Çünki burada yalnız yazsaydı ki, bulaq xalqın həyatında məişədə xidmət edir, bu doğru olardı. Amma yazır ki, yalnız məişədə xidmət edir fikri səhvdir. Sonra, bulaq bir neçə dəfə müharibənin şahidi olub. 4 də doğrudur. Çünki biz görürük ki, burada deməli, Qarabağ müharibə erməni vandalının qurbanı olub və tarixi əhəmiyyət kəsbinin quruluşu dağıdılmışdır. Təmir qorunması üçün xüsusi diqqət etmək, Şuşanın azad edilməsindən sonra İsa bulağı həm milli irs, artıq bu Şuşanın azad edilməsi, biri var fikrin birbaşa söylənilməsi, bir də var dolayı yolla söylənmə. Burada dolayı informasiya ilə 2 dəfə müharibə şahidi olması fikri var.
Sonra 5-ə deyir ki, publisistik üslub nümunəsi olduğu üçün leksik normanın tələbi gözlənilmişdir. Və burada gəlin fikir verək, deyir ki, bu bulaq əsərlərdir ki, yerli əhali və ziyarətçilər üçün həm içməli su mənsəbi, həm də mədəni irs nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Burada bir fikir versəz, mənsəb yox, içməli su mənbəyi olar, mənsəbi yox. Ona görə bu fikirdə səhvdir. Cavabımız oldu 1-5, Y variantı. İndi isə gəlin keçək növbəti sualımıza, hansı ki, bizim deməli gənclərin daha çox ehtiyat elədiyi sual tiplərindən biridir. Bu sual tipinin özəlliyi odur ki, sualın seçmə sualı olunur. 1, 2, 3, 4 belə seçmə sualı olanda, düzdür, bu MİQ imtahanında daha çox seçmə sualı variantlar üzərində söylənilir, amma bildiyimiz kimi həm şagirdlərin imtahanında, həm digər imtahanlarda açıq suallarla da qarşılaşa bilirlər. Gəlin, indi yenə mətnimiz qalır yerində, amma sualımızın tipi dəyişir. Bulağın müasir dövrdə hansı problemlərlə üzləşməsi mümkündür? Baxaq, turistlərin azalması və iqtisadi zərər. Mətnimizdə turistlərin azalması ilə bağlı məsələ söylənildimi? Yox. Təbiətə qarşı yanaşmayan insanların artması. Bəli, deyir ki, məsuliyyətsiz turistlərin artması. Məsuliyyətsiz turist ifadəsini təbiətə qarşı yanaşmayan insanlarla əvəz edir. Bu artıb. Deməli, bu problemi söyləyə bilərikmi? Bəli, 2 bizim doğru fikrimizdir. 3-ə baxırıq. Su mənbəyinin tamamilə quruması. Mətndə İsa bulağının quruması haqqında, tamamilə quruması haqqında fikir görmürük biz. Ona görə 3 müasir dövrdə hansı üzləşdiyi problem kimi götürə bilmərik. Bizə üzləşdiyi problem lazımdır. 4. Yerli əhalinin bulaqdan istifadəni tərk etməsi. Bizim mətnimizdə elə bir anlayış yoxdur. Ola bilər ki, məsələn, hansısa bulaqdan insanlar istifadə eləməsin, amma bu mətn üçün bu fikir keçərli deyil. Plansız tullantılar. Fikir versək, deyir ki, atılan zibillər bulağın təbii mühitinə zərər vurmaqdır. Biri var ki, bir zibili müəyyən yerə atırsan və bunun müəyyən ərazi qazılır, onun kimyəvi tərkibi götürülür, müəyyən, məsələn, deyək ki, xüsusi çeşidlənmə məntəqələrində zibillər ayırd edilir, müəyyən məntəqələr yerləşdirilir və üstü bağlanır və s. və əlaxır. Amma biz burada zibillərin kütləvi şəkildə kənara atılması faktı ilə bağlı cümlə görmüşük. Ona görə plansız tullantılar fikrini bu mətn üçün söyləyə bilərik. Deməli, bugünkü bizim mövzumuz mətnin strukturu ilə bağlı informasiya oldu və bir çox mətn tipləri ilə bağlı testlərin izahı oldu. Sağ olun, növbəti videolarda görüşənədək.